Çoxluqların birləşməsi nə idi Aylin? Onlarda olan şey Nə? bunlarda da olmaz. Bütün hamısı ama tekrarlanmıyor. Ay sağ ol. Bütün ədəddə verilən elementlərin hamısı amma təkrar olmamaq şərti ilə birləşməyə götürülür. Biz yazdıqca A ilə B-nin birləşməsi 1, 2, 3, 4, 5, 6-dır. Bəs yaxşı, birləşməni tapdıq. Bu elementin C ilə kəsişməsi bizə nəyə verəcək? Orada olan ədədlər orada da olmalı. Onları eləyik 2, 3, Aha. Ortaq olanlar 5. hansılar? 2, 3, 5. 2, 3, 5. Başqa element yoxdur ki? Yox. Hansı variantda var o? Deyil. Test. Yaxşıca bir dənə fərqli sual izah edək. Başqa bir dənə qəşəng. Məsələn, 25-ci sualı izah elə görüm. Əvvəlcə o mötərizə Aha. ikinci vəndən sonraki ikincidə Mhm. normal mötərizə olan o sayıl daxil deyil. Normal mötərizə hansıdır? Sayılmayan mötərizə hansıdır? O şeydir, daxildir. Yəni biri daxildir, biri isə daxil olmayan mötərizədə. Biz belə deyirik Aylin. Aha. Belə. Sonra indi kəsişmə olanları necə götürəcəksən? 2 ilə 14. 2 ilə 14. Hər ikisi iki daxil də olmalıdır. Gəl qulaq as. İndi Yox, eyni şey deyil, bir dəqiqə. 2, 14 E variantı. niyə D variantını götürmədin? Çünki orada mötərizə şeydir. Nədir? Daxildir. Ay sağ ol, biz deyirik ki, mötərizələrimiz iki yerə bölünür. Daxildir və ya daxil deyil. Çoxluqlar bölməsində. Bu bizim daxildir mötərizəmizdir. Bu isə daxil deyil. Sənə kəsişmə deyirsə, daxil olan elementlər olmalıdır. Hər ikisində, verilən hər iki aralıqda daxil olan elementlər. Baxıram, burada hər ikisinə daxil olan elementlər hansıdır? 2 ilə 2 mənfi 1, 14 aralığında var. 14 isə 15 ilə 2 aralığında var. Bu deməkdir ki, mənim aralığım hansı olacaq? Kəsişməm olacaq 2-14 aralıq. Düzdür. Başa düşdün? Qəşəng. Düzdür da. Nesə demişdin? Mən iyi dedim. 2-14 düzdür.